Mehdi Mehdiyev? Mən elə adam tanımıram. Biz onu çox yaxşı tanıyırıq. Yoldaş Merişkovski, Eşidirəm sizi. belə ezamiyyətə ən nümunəvi adamlarımızı göndərə bilərik. Mən ancaq onu deyə bilərəm ki, o Bakıda ən yaxşı qazma ustasıdır. Ağışlayın, savadı necədir? Universitet qurtarmayıb. Ancaq öz aramızdır, klubin də heç aranı qurtarmamışdı. Onu da tanımıram. O da Amerikaya gedir. Yox, klubin Amerikaya getmir. Lomonosov da həmçinin. Lomonosovun bura nə dəxli? Heç elə belə söz gəlişi dedim. Mən təklif eləyirəm, Hüseynovu göndərək Amerikaya. O kimdir? Hə? Hamımız yaxşı tanıyırıq onu. O 2 dəfə yaralanıb. Onda elə məni göndərin də. Məsələ, əgər yaralanmaqdadırsa, mən 4 dəfə yaralanmışam. Yoldaş Merişkovski, sizin muavininiz həmişə çox yersiz zarafatlar eləyir. Canım, başa düş ki, Hüseynov bir mütəxəssis kimi hələ puxtələşməyib. Təhsilini davam etdirmək üçün də özülü yoxdur. Biz havadın biridir. Mənim sözlərimi Aleksandr Petroviç təsdiq edə bilər. Yoldaş Muradov kadrlar şöbəsinin müdürüdür. Gərək bunu bizdən yaxşı biləydi. Bilmirəm. Mən Mehtiyevin üzünü də görməmişim. Qayıdıram. Hara? Daha mən Amerika getməli olmalı. Niyə? Nə olub ki? Uşaq doğulandı, öldü. Üzr istəyirəm. Üzr istəyirəm ki, sizin işlərinizə qarışıram. Mən başa düşürəm ki, bu sizin üçün ağırdır. Ancaq siz cavansınız. Allahınıza şükür eləyin ki, xanımınıza bir şey oldu. Yox. Yox, Ulis Vilisoviç, ikinci dəfə də belə olur. Neyləmək olar? Görünür, çırağımı yandıran olmuyor. Ha? Bax o boru var ha, görürsən? Əgər o sənin başına düşsə, lap əncirə dönərsən. Bir dəfə daim çıxır əncir ağacının düz kəlləsinə. Meymunu saldı ya da... Meymunsan özünsə. Salam uşaqlar! Aa! Usta? Usta? Hoş gördük usta. Mehdi, deməli sabah yox birisi gün. Ha? Ha? Sabah yox, birisi gün. Bilirsən Mehdi, eğer bir şey olsa, bunu bize bağışlamazlar. Bilmirəm, niyə narahat olursan, Aleksandr Petroviç? Hər şey yaxşı olacaq. Sən ki, böyük naçalniksən, sübut elə. Saçın ucun hörmezler, neynim aman, aman, neynim aman, aman, sar gelin. Seni menef
vay anan olsun. Sar gelin aman sar gelin boy boy sar gelin gel gel sanayalım. Bu derenin özünü neynim aman aman. Mehdi dayı! Mehdi dayı! Mehdi dayı! Mehdi dayı! Muştuluğumu ver! Oğlun olur! Heç inana bilmirəm. Doğrudan cəmi 4 il keçir. Elə bili 100 ilin söhbətini eləyirəm səndən. Çox qəribədir. Yaxşı. İndi neynəmək fikrindəsən? Daha neyniyə bilərəm? Gərək hər şeyi təzədən başlayam. Sənin hafizən məndə olsaydı, nə vardı ki? Oxuduqlarımı cəbhədə mərmi çıxarıb başımdan. Deməli mənə kömək eləmək istəmirsən. Heyf. Axı bir vaxtlar atamın bu fikri sənin özünü də alışdırmışdı. İncimə Yusuf. Tələbə vaxtı adamın ağlına çox şey gələr. Cavanlıqdır da. O vaxt axı hər şey ayrı cür idi. Kimin ağlına gələrdi? Dava başlayacaq. Yox Yusuf, vaxt keçir. Ailə qurmaq lazımdır. Arvad, uşaq. Başa düşürəm. Heç olmasa da görüm sən bizə inanırsan. Bu işdən bir şey çıxacaq. Necə deyim? Çıxa da bilər. Mən gedim. Oturmuşdun Yox, ya. sağ ol. Atam bu qayıqdan çox danışardı. Heç bilmirdim o indiyəcən qalır. Elə mən də. Anam qoyub ora. Ölməmişdən qabaq. Doğrudan. Mətlik dayım, Allah ölənlərə rəhmət edir. Bir dəfə çıxır, əncil ağacının laf keçir. Bağladım. Elə belə, işi zadı yoxdur. Bizdən aşağıda eşek yanqırır. Gəl elə indi, nə deyirsən onu da eləyək. Kökündən darmadağın eləyək hər şeyi. Dağıdaq, sökək. Ya da bomba qoyub partladaq. Qoy, hər şey sən deyən kimi olsun. Ha, susursan. Heç qoyursan adam ağzını açsın? Ağzını açıb nə deyəcəksən axı? Bir ətrafına nəzər sal. Ora bax. İndi ora. Yəni deyirsən, salavat körüb hər şeyi alt üst eləyək, hə? Salam. Sən məsələni Sağ ol. qəlizləşdirirsən. Səndən danışmaq çətin məsələdir. Sən olaydın mənim yerimdə. Onda baxardım halına. Bir balaca da olsa heç başa düşürsən, bura nə qədər zəhmət qoyulub? Az çox qiyməti olan şeylərə həmişə çox zəhmət qoyulur. Amma bu o demək deyir ki, köhnənin ətəyindən yapışıb təzəni yaxın buraxmayasan. Mərhaba. Ancaq onu da bil. Təzəni o vaxt yaxın buraxırlar ki, köhnə daha lazım olmaya. Cəmaata xeyir verməyə. Yəni bunu da başa düşmürsən? Dəniz insanlara neftdən az lazım deyil. Buna kimin sözü ola bilər ki?
Ancaq gərək elə eləyəsən həm bu qalsın, həm də o. Niyə axı? Tümende o qədər neft var ki. Oo, Bakı nefti keyfiyyətcə dünyada bir dənədir. Xəzər dənizindən məyər 10 dənədir? Yaxşı, sən mənə ayrı şeydir. Tutalım ürəyin nə istəyir, onu eləməyə sənə icazə verdilər. Bir mütəxəssis kimi bütün bunların əvəzində nə təklif eləyərdin? Eləyə bilərdin ki, nə şiş yansın, nə kebab? Hələ bilmirəm. Aha, hələ bilmirsən, hə? Hə, bilmirəm. Açam bildin, onda gələrsən danışarıq, aydındır? O vaxtacan zəhmət çək başını aşağı sal, işinlə məşğul ol. Bu kontorda, hə? İstəyirsən bura, lap toyuq indi. Mövzunu ki özün götürmüsən. Heç kəs səni məcbur eləməyib. Otur, yaz. Əlbəttə sənin oğlun üçün bütün qapılar açıqdır. Ay, sigaret ver. 7 ildir tüstülüyürsən. Axır 3 ildə ancaq Amerikan sigareti çəkirsən. Sigaret ver! Ah, uşağımız utancı almış. O da hapis ata. Yaxşı. Jurnalistdir. Oğlumdur. Salam. Qapını bağla. Nə olub?
Məndən soruşursan. Sənin bu gözlənilməz gəlişini deyirəm. Oğul gözlənilməz gedəndə ata da qəfil gələr. Şeylərini yığmısan? Hələ yox. Onda elə hesab elə ki, səninki gətirdi. Niyə? Daha təzdən çamadanını boşaltmalı olmayacaqsan. Ona görə. Sən heç yerə getməyəcəksən. Elə bunun üçün qayıtmısan? Görürsən də. Mən gedəcəm. Yox. Getməyəcəksən. Burada qalacaqsan. Sənə soyuq dəyməyindən qorxmuram, bala. Mehdiyevlər heç vaxt dizertirlik eləməyiblər. Sənin bu tümənə səfərin başdan ayağa hoqqabazlıqdır. Yəni, ay cəmaat, mənə baxın, görün mən necə adamam. Məndən hesablaşmışsınız cəhənnəmə ki, tüpürürəm hamınıza. Yamanın yaman günündə başımı götürüb hara istəyirəm, orada qaçıram. Belə ancaq özündən müştəbeh adamlar eləyər. Mehdiyevlərsə heç vaxt özündən müştəbeh olmayıblar. Adamların gözünün içinə dik baxıblar. Mübarizə eləyiblər. Əgər özünü haqlı hesab eləyirsənsə, qal, haqlılığını sübut elə. Kişi kimi döyüş. Kimə qarşı döyüşür? Lap elə mənə qarşı. Əlbəttə. Atalar məsələdir. Axtaran tapar. İgidin başı qalda gərək. Yorulmadan döyüşən qələbə çalar. Acı həqiqət şirin yalandan yaxşıdır. Belədir? Belədir. Görürəm, yaxşı yaddaşın var. Boş vaxtlarında atalar məsəlindən yaxşı bir kitab tərtib eləyə bilərsən. Ancaq ora bir məsəl də əlavə elə. Keçmişi dağıtmaq yenilik deyil.